Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Dəyərli mümin və müminələr, hər vaxtınız xeyir olsun. Biz Yəmanilər barəsində danışırıq. Əhməd İsmailin tarixçəsinə ötən verilişimizdə qısa şəkildə işarə etdik. Əhməd İsmailin bir dostu var. İstəyirəm onun barəsində də danışım. Daha sonra isə keçək Əhməd İsmailin əsas iddialarına. Təqribən 60-a yaxın iddiası var. Biz bəzilərini işarə edəcəyik. Əlbəttə, gələcək bəhslərimizdə onun iddialarına geniş şəkildə toxunacaq. Heydər Əl-Müşəddəd Əl-Munşədavi. Bu şəxs Əhməd İsmailin dostlarından sayılır. Bunlar arasında dostluq olub filan və ləqəbi də ki Əbu Abdullah Əl-Hüseyn Əl-Qəhtanidir. Yəni 1976-cı ildə Kazimiyyədə dünyaya gəlib, dost olublar Əhməd İsmaildən. Mən bu hissəsini istəmirəm çox toxunam, bunun barəsində çox danışam. Sadəcə bunu demək istəyirəm ki, 2003-cü ildə Əhməd İsmailə iman gətirənlərdən olub, yəni həmən Yəmaniyə və onun etiqadı da elə bu idi ki, Əhməd İsmail İmam Zamanın övladıdır, oğludur. Bu da həmən Yəmanidir. Diqqət edirsiniz. Yəni Əl-Müşəddəd həmən Yəmanidir. Əhməd İsmail də ki, İmam Zamanın oğludur. Təbii ki, o da artıq sonradan onu birinci Məhdi adlandırdılar, 12 dənə Məhdidən. Birinci, daha sonra bunların arasında müharibə düşdü. Mən bunların üzərindən keçirəm. Daha sonra imarətə qaçdı Əhməd İsmail. Bunlar artıq tarixi bir məsələdir. Özünüzə müraciət edərsiniz. Amerikalılardan əlbiri olması Əhməd İsmailin, o Sərxabi tayfası var idi, onlardan müharibə aparması öz yerində araşdırılmalıdır. Baxarsınız özünüz. Amma gələk Əhməd İsmailin iddialarına. Əhməd İsmailin qeyd etdiyimiz kimi 60-a yaxın iddiası var. Maraqlıdır. Öz iddialar arasında, əksəriyyətin arasında ziddiyyət var. İddiasına baxın, birlikdə. Mən İmam Məhdinin vəsisiyəm və canişiniyəm. Bu bir iddiası. Bunu harada deyir? Əhməd İsmailin öz kitabı var. Əl-Cavabul Munir ani İbrəl Əsir. Əhməd İsmail özü yazıb bunu. Bu iddiadır. İkinci, mən İmam Məhdinin oğluyam. Bir tərəfdə deyir ki, səfiriyəm, canişiniyəm, digər tərəf. Sonra deyir ki, səfiriyəm, onun elçisiyəm. Daha sonra deyir ki, mən İmam Məhdiyə ilk iman gətirən şəxslərdənəm. Mən məsumam. Mənim ismətim var. Mən 13-cü imamam. 13-cü imam olduğunu da adlandırır. Nazimul Aqili, Ər-Raddul Əhsən Fid-Difa'ani Əhmədil Həsən kitabı. Ənsarul İmam Məhdi. İnşallah bunlar barəsində danışacağıq. Bunların təşkilatları barəsində, harda mədrəsələri var. Ümumiyyətlə bunların siz baxsanız görərsiniz ki, bölüblər. İqtisadi, siyasi, mədəni, əməlli başlı bir dənə cərəyandır bunlar. Bir dənə siyasi qurumdur. İşarə eləyəcəyik. Və daha sonra dedi ki, mən 13-cü imamam, mən Allahın kitabı və natiq Qur'anam, Qur'an-ı natiqəm. Mən İmam Zamanın zuhuru üçün zəmin yaradan şəxsəm. Mən və daha sonra deyir ki, mən Ali Muhammedin qaiminin, yəni qalıcısıyam. Yəni Həzrət Peyğəmbər ki, biz Muhammed deyirik ki, onun ailəsinin qalıcısı, yəni övladıyam da. Mən rukun şədidəm, hədislərdə də işarə olunur. Mən Cəbrail tərəfindən təsdiq olmuşam və əyyədəhum bi ruhin qudusları, ayələr onu işarə eləyir. Mən İsrail tərəfindən kömək olunmuş şəxsəm. Mən nəbəul aziməm, böyük xəbərəm. Yəsəlunəkə anin nəbəil azim. O həmən ayəyə işarə eləyir. Mən Məsihin, Həzrəti İsa aleyhissalamı demək istəyir də, Həzrəti İsa'nın göndərildiyəm, elçisiyəm, İlyanın, Həzrəti İlyanın və Həzrəti Xızırın elçisiyəm və digər, yəni xülasə biz bilmirik bu kimdir. Yəni İmam Zaman barəsində bu sözləri biz demirik, bu qədər iddialar var. Yenə də deyirik, bu əksər iddialar paradoksaldır, bir-birinə ziddir.
Və bu şəxs deməli 2003-cü ildə internet vasitəsilə öz iddialarını yaymağa başladı və dedi ki, iddiası da bu oldu ki, mən gəlmişəm 3 mərhələdə iş görəm. Birinci mərhələdə dedi ki, İmam Zaman ağa mən yuxuda görmüşəm İmam Zaman ağanın dəfələrlə Seyyid Muhammedin hərəmində, yəni İmam Hadinin qeyd etdik. Və ona deyib ki, İmam Hadini ziyarət elə, İmam Həsən Əskərdən İmam Hadinin qəbrini ziyarət elə və daha sonra isə açıq, aydın, aşkarda Həzrəti görmüşəm və mənə Həzrət hər dəfə məni görəndə mənə deyirdi ki, hövzədə alimlər əməli baxımdan, iqtisadi baxımdan azğınlıqdadırlar və sənin də işin budur ki, onları gedib tərbiyə eləyəsən. Mənim öhdəmə düşən budur ki, hövzəni düzəldəm, islah edəyəm. Baxın, hövzə. Diqqət edirsiniz. Bu birinci mərhələdə. İkinci mərhələdə iddiası bu oldu ki, Həzrət Məhdi salavatullah aleyh, əcəlallahu təala fərcəhü şərif ona əmr eləyib ki, getsin, dərs alsın. Hövzədə, Nəzəfdə dərs alsın. Və üçüncü iddiasında, üçüncü mərhələdə bu iddianı Şaban ayında eləyib, 2003-cü ildə yenə də deyir ki, İmam Zaman ikinci dəfə mənim yuxuma gəlib, İmam Hüseyin əleyhissalamın hərəmində onu görmüşəm və mənə deyib ki, get Nəcəfdə qal, bundan sonra Nəcəfdə qal. Və Səddam Hüseynin süqutundan sonra bəzi işlər gördü, aşkar eləmə və bunlar bir qrup yaratdılar. Qrupun da adı oldu Ənsarul İmamül Məhdi, İmam Məhdinin köməkçiləri qrupu. Və bunlar təbii ki, bu Ənsarul İmam Məhdi ayrı bir qrup idi, bir növ, amma gəldilər Əhməd İsmailin köməyinə. Və bunların əsas sözü belə idi də, bayraq, əl-bey'atu lillah. Onlar tərəfdar deyillər, yəni hakimiyyətin tərəfdarı deyillər, deyirlər hakimiyyət olmalı deyil, ancaq İmam Zaman ağa gələndən sonra filan bəzi işlər görür. Və bəzi rəvayətlərə istinad edirlər ki, bu şəxs, bəzi zəif rəvayətlər var da, İmam Zaman şəhid olandan sonra onun canişinidir, artıq İmam Zaman zuhur eləyib və onun canişinidir. Onun barəsində yenə də çox danışmaq olar. Özü ki, adam olub da, siyasi adam olub və bir növ baxsaq görərik ki, əqli baxımdan da çatışmamazlığı olub. Yəni, bu normal adam olmayıb. Görürsünüz, gündə bir dənə iddia, fikir filan və mən o hissəsini keçdim, necə hücum eləmək istəyirdilər, Nəcəfdə alimləri öldürmək istəyirdilər, amma müvəffəq olmadılar. Və bunlar harada əsasən yer alıblar? Yəni, coğrafi baxımdan bunların əsas məskunlaşdığı yer haradır və sayı təqribən nə qədərdir? Yəni, təbii ki, bu, deyək ki, statistika 3-4 il bundan qabaq hazırlanıb. Demək, bunların əsasən qaldıqları yer, yəni təbliğ etdikləri yer Nəcəfdir, Kərbəladır, Nasiriyyədir, İmarədir, Bəğdaddır, hətta İraqın Kürdistan yeyidir və bunlar dəftərləri var, təşkilatları var ki, inşallah danışacağıq. Və deyirlər ki, bunlar təqribən 12.000 nəfər üzvüdür. Bu dəftərin 12.000 nəfər üzvüdür və rəsmi şəkildə 127.000 deyirlər ki, bizim dinə gətirən, iman gətirən var, rəsmi şəkildə, yəni nümayəndəsi var. Bunların dinini qəbul edən, deyək, o məzhəbini qəbul edənlər var. Bunlar təbii ki, öz xüsusi təlimləri var, orada təlim almalıdırlar. Buyururlar ki, 2100 nəfər bunların təbliğatçısı var, təsəvvür edirsiniz. 2100 nəfər büdcələr ayrılır bunlar üçün. Təbliğatlar aparırlar. Əsasən bunların təbliğatları sosial şəbəkələrdədir. Əlbəttə, mədrəsələri də var. Deməli, və bunların içində 450 nəfər artıq o deyək ki, mərcəiyyət deyək, o böyük şəxsiyyət, o rütbədir də onlar üçün. O həmən o rütbəni alıb 450 nəfər. Təbii ki, biz baxsaq görək ki, bunların tərəfində toplananların əksəriyyəti deyirlər ki, yeniyetmələr və cavanlardır. 15 yaşında olanlar da çox elə 7000 təqribən 15 yaşında onların yəni statistikasında göstərir ki, onları iman gətirənlərdir. İnşallah bu qədər elə düşünürəm. Bəs eləyər növbəti çəkilişimizdə, verilişimizdə biz
şəxsiyyətləri barəsində danışacağıq və bizə lazım olan Azərbaycanda fəaliyyət göstərən Abdullah Haşim barəsində gərək biz geniş danışaq ki, Azərbaycanda olan yəmanilərlə danışanda bilək onlar hansı etiqaddadırlar. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.